Diqqət! Videonu izləməmişdən qabaq sən xalqımıza necə cahil deyərsən deyə əsəbləşməyin. Bu videoda statistikalarla danışacağam və gəlin görək Azərbaycan xalqı cahildirmi? İlk növbədə cahil sözünün anlamına baxmalıyıq. Cahil sözü ərəbcədə cəhl sözündən gəlir və mənası bilməmək, savadsız olmaq, xəbərsiz olmaq deməkdir. Bu məqamda bir çoxumuzun bildiyi Sokratesin o məşhur sözünü yadınıza salmaq istəyirəm. Mən yalnız bir şey bilirəm, o da heç nə bilmədiyimdir. Azərbaycanda savadlılıq, yəni oxuma yazma qabiliyyəti 99% olaraq göstərilir. Amma beynəlxalq testlərdə bu miqdar bir xeyli aşağıdır. Məsələn, PISA nəticələrində Azərbaycan şagirdləri oxu və riyaziyyatda OECD ortalamasının çox altında çıxır. Buradakı oxu sözü sadəcə kitab oxumaq kimi deyil. PISA kontekstində oxu savadı, yəni ingiliscəsi ilə reading literacy deməkdir. Yəni şagirdin mətnin əsas fikrini başa düşməsi, mətn daxilində məlumatı tapması, oxuduğunu təhlil etməsi və nəticə çıxarması. Yəni məlumatı oxuyub anlaması və istifadə etməsi bacarığıdır. PISA 2022 reytinginə görə Bakı məktəbləri 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb. Qonşu ölkələr olan Gürcüstan 60 və Türkiyə 39-cu sırada yer tutub. Bəs görək xalqımız nə qədər kitab oxuyur? Böyük Britaniya mərkəzli araşdırmaya görə Azərbaycanda vəziyyət xüsusilə zəifdir. Məsələn, Hindistanda hər həftə adam başına 10 saat 42 dəqiqə, Taylandda 9 saat 24 dəqiqə, Çində 8 saat kitab oxunur. Azərbaycan isə bu reytinqdə görünməyəcək qədər aşağı səviyyədədir. Yəni bir çoxumuzun bəyənmədiyi Hindistan xalqı belə bizdən qat-qat daha çox kitab oxuyur. Başqa bir statistikaya görə isə ölkəmizdə kitab oxuyanların 48% roman, 24% detektiv ədəbiyyatı, elmi kitablar isə sadəcə 9.8% tərəfindən oxunur. Əhalinin 77.3% həyatı boyu bir dəfə belə olsa kitabxanaya getməyib. Davamlı olaraq kitabxanalara gedənlər isə 3.4% təşkil edir. Bunlardan əlavə də informasiya savadsızlığı deyilən bir şey var. Yəni qısaca sosial mediada yalan xəbərlərə inananların faizi. Xalqımız sosial mediada gördüyü məlumatların çoxuna inanır. Yəqin ki, siz də buna bir neçə dəfə şahid olmusunuz. Azərbaycan xalqı çoxluqla araşdırmır, sadəcə eşitdiyi ilə kifayətlənir və daha da pisi bu fikirlərin doğruluğunu sonuna qədər müdafiə eləyir. Məsələn, videonun başında dediyim Sokratesin sözü kimi. Əslində Sokrates belə bir söz heç vaxt deməyib, amma çoxunuz heç araşdırmadan buna inandı və bəlkə də bu fikri başqalarına dəyəcəkdi. Çox az insanın bunu araşdırdığını düşünürəm. Və gələk əsas məsələyə, din. Ölkəmiz tolerant ölkə olduğu halda xalqımızın əksəriyyəti İslam dininə inanır. Amma İslam dininin müqəddəs kitabı Quranı oxumadığı halda. Bir düşünün, neçə dənə Quranı tam oxumuş insan tanıyırsınız? Amma kimə soruşsaq müsəlmandır, kimə soruşsaq Allaha inanır. Müqəddəs kitabını belə oxumadığı dini qoruyur və əks fikirdə olan birinə cahil gözü ilə baxır. Halbuki öz dinindən xəbər belə yoxdur. Yalnız ailədən və sosial mediada gördüyü və eşitdiyi bir neçə şeyi bilir. Bu da bizi başqa bir cahillik növünə aparır. Hər şeyin doğrusunu bilmək. Hər kəs ən doğru yoldadır, hər kəs ən doğru dindədir, hər kəs doğru fikirdədir, hər kəs ən doğru insandır və başqa fikirləri də qəbul etmirlər. İndi isə gəlin tarix boyu savadlılıq faizinin Almaniya, Türkiyə və Azərbaycanda necə dəyişdiyinə baxaq. 1910-cu illərə baxdıqda, yəni Sovetdən öncə Azərbaycanda savadlılıq faizi 2-3%, Türkiyədə 7-8% idi. 1926-cı ilə gəldikdə isə savadlılıq ölkəmizdə 25 və Türkiyədə isə 10-11% idi. 1933-də Azərbaycanda 50%, Türkiyədə isə 20% və 1940-da Azərbaycanda savadsızlıq demək olaraq ki, aradan qalxdı və hamı oxuma yazma bilirdi. Türkiyədə isə savadsızlığın aradan qalxması 2014-2015-ci ilə təsadüf edir. Bu iki ölkəyə baxdıq, bəs Almaniya? Almaniyada vəziyyət bizdən qat-qat yaxşıdır. 1900-cü illərdə artıq savadsızlıq aradan qalxmışdı. Xalqın hamısı oxuma və yazma bilirdi. Bəs almanlar nə zamandan bəri oxuma yazma bilir? Tarixi mənbələrə görə 1500-cü illərdə savadlılıq 5-10% idi. Bizim 1900-cü illərdə gəldiyimiz səviyyədən qat-qat çox. 1700-lərdə 25%, 1800-lərdə 60 və 1900-lərdə artıq hər kəs oxuma yazma bilirdi. Gördüyünüz kimi tarixdə bəzi xalqlardan elm cəhətdən geri qalmışıq. Amma bunu düzəltmək üçün heç vaxt gec deyil. Unutmayın, beyin istifadə etdikcə inkişaf edən bədən hissəsidir. Oxuyaq, araşdıraq və bizdən sonraki nəsillərə də bunu yaşayaq.